Mən İlham Nuri. Dinleyen herkes salamlayıram. Bu videomuzun mövzusu ruhun qaranlıq gecəsi. Bundan əvvəlki videolarda mövzunun içeriğini mətn olarak yazıb oradan oxumuşdum. Yəni daha fərqli nöqtələrə getməyək deyə, mövzu daha fərqli nöqtələrə yönəlməsin deyə. Ancaq bu videoda gəldiyi kimi danışacağım. Çalışacağım ruhun qaranlıq gecəsi haqqında sizə birazcıq məlumat verim. Ruhun qaranlıq gecəsi insanın mən dediyi, yəni mən olsam belə etməzdim deyə dediyi o ego var. Onun əslində ölümüdür. Yəni onsuz da ruhun qaranlıq gecəsində özünüzü ölürmüş kimi hiss edirsiniz. Ancaq bu bəzi insanlar üçün bir gecədə, bəziləri üçün isə illər belə çəkə bilər. Yəni əslində tam olaraq da belə sayılır. Çünki sənin egon, mənliyin, yəni illər boyu oluşturduğun o mən duyğusu, mən dediyin o ego ölür. Və sən əslində bunu keşke hər gün olmaq yerinə bir dəfə olsa da tam olsa deyə düşünə bilərsən. Yəni hətta bu ruhun qaranlıq gecəsi elə bir şeydir ki, o mərhələyə keçən insanlar hətta intihara belə cəhd eləyə bilər. Ancaq bu bir qədər daha yəni diqqətlə, daha məntiqlə oturub düşünəndə tam olaraq istədiyiniz şey deyil. Çünki siz sadəcə bunun bitməsini istəyirsiniz. Ruhun qaranlıq gecəsi əslində insanın iç hesablaşmasıdır. Əvvəlki oluşturduğu mənliyin, egonun dəyişimidir. Onun ölümü yeni bir mənliyin, yeni bir sizin oluşumunuz, yəni yeni bir sizin ortaya çıxmasıdır. Bu hər kəsi fərqli etkiləyə bilər. Adətən başlanğıc nöqtəsi sizə çox dərindən təsir edən travmalardır. Bəziləri üçün bir yaxınını itirmək ola bilər və ya kiçik yaşda və ya işte hər hansı bir yaşda qanlı bir qəzaya qarışmaq ola bilər. Yəni çox təsirli olan travmalar bunu adətən tetikləyir və ya böyük bir peşmançılıq ola bilər. Ruhun qaranlıq gecəsini atlatmaq üçün sadəcə siz sakit bir yerdə durub, yəni zaman-zaman özünüzə qulaq asmağı bacarmalısınız. Yəni siz əslində nə istəyirsiniz? Bu iç hesablaşmanız sizdən nəyi tələb edir? Yəni o peşmançılıqlarınızı qəbul etməlisiniz. Yəni keçmişinizi qəbul etməlisiniz. Yəni keçmişinizdə edilənləri qəbul etməli və onları yola salmalısınız. Yəni keçmiş yüklərinizdən qurtulmalısınız ki, gələcəyə doğru baxa biləsiniz, gələcəyə doğru irəliləyə biləsiniz. Ruhun qaranlıq gecəsini əgər yəni başarı ilə sonlandıra bilsəniz, yəni müvəffəqiyyətlə yeni bir mənlik ortaya çıxara bilsəniz, onda artıq oyanışın ilk mərhələsinə keçmiş olacaqsınız. Ancaq bu videoda oyanış mövzusuna değinməyəcəm, çünki bu videonun mövzusu ruhun qaranlıq gecəsidir. Bir də ruhun qaranlıq gecəsi haqqında belə bir şey əlavə edə bilərəm ki, ruhun qaranlıq gecəsində bəsirət gözü dedikləri o şey bir qədər daha yəni açıq olur. Siz yəni o dövrdə ruhları görə bilərsiniz və ya alt astral boyut varlıqlarını görə bilərsiniz, negativ varlıqları görə bilərsiniz. Və belə bir şey var ki, bu alt astral boyut varlıqları və ya düşük frekansdakı negativ varlıqlar üçün siz yəni möhtəşəm bir yəni enerji qaynağısınız. Bunun üçün də o dövrdə özünüzə bir qədər daha diqqət eləməlisiniz. Çünki o dövrdə siz həm zehnən, həm ruhən, yəni tamamilə zəif bir vəziyyətdə olursunuz. İndi isə xatırladığım qədər bunun yəni sizdə necə bir təəssürat danışdığı, necə bir təəssürat göstərdiyini deməyə çalışacağım. Yəni ətrafınızda nə qədər insan olsa belə siz özünüzü yalnız hiss edirsiniz.
heç kimin sizi anlamadığını hiss edirsiniz. Adətən ora, yəni hər hardasınızsa mövcud olduğunuz yerə aid deyilmiş kimi hiss edirsiniz. Bunların bitməsini istəyirsiniz. Və ya işte canınız bədəninizdən ayrılırmış kimi hiss edirsiniz. Amma tam olaraq ayrıla bilmirsiniz. Yəni davamlı olaraq bir necə deyirlər ona? İç çəkişmə, iç hesablaşma yaşayırsınız. Hər nə qədər uzun çəksə belə, yəni bu mərhələləri atladıqdan sonra, ruhun qaranlıq gecəsindən çıxdıqdan sonra günləriniz daha xoş keçəcək. Dinlədiyiniz üçün təşəkkürlər.